Kofein, enerji içkiləri və spirtli içkilərin ürəyə təsirindən danışmaq istəyirəm və xüsusilə də bu təsirin bizim ürəyimizin ritmində hansı dəyişikliklər yaratdığından. Kofein 1-2 fincana qədər kofe ürəyə çox ciddi təsir etməz, amma əgər siz 1-2 fincan içdikdə belə narahatçılığınız olursa, kofeni dayandırmağı məsləhət görürük. 1-2 fincandan daha çox isə ürəkdə katexolaminlərin miqdarını artırar, döyüntünü artırar və bunun nəticəsində müəyyən aritmiyaların meydana çıxmasına səbəb ola bilər. Enerji içkiləri daha dəhşətli təhlükədir. Ona görə ki, enerji içkilərinin tərkibində xüsusi maddələr var ki, xüsusən də taurin ürək döyüntülərini o dərəcədə artıra bilər ki, hətta bizim qorxulu hesab etdiyimiz mədəcik tahikardiyasına da səbəb ola bilər və bir neçə dəfə mənim yanıma bir aritmoloq olaraq çox sayda energetik içki içdikdən sonra mədəcik tahikardiyası ilə gələn bir neçə gənci müşahidə etmişəm. Bir də spirtli içkilərin daha çox yəqin ki müşahidə etmisiniz. Çox spirtli içki içdiyin sabahsı günü çox şiddətli aritmiyalar ola bilir. Daha çox səyrici aritmiya olur. Səyrici aritmiyada əgər bir ürəkdə 24 və 48 saatdan çox davam edirsə, ürək boşluqlarında tromb əmələ gəlmə ehtimalı artır. Ona görə də kofeni məhdud miqdarda qəbul etməyi, energetik içkilərdən və spirtli içkilərdənsə tamamilə uzaq durmağı məsləhət görürük.